Elhamdülillahi Rabbil alemin. Allahümme salli ve sellim ala nebine Muhammed ve ala alihi ve ashabihi ecma'in. Bu dersimizin mevzusu yine de fiili cümlede. Fiili cümlede failden fiilin uzlaşması. Yani indi fikir verin. Sadakal muslimu, sadakal muslimune. Sadakal muslimu. Burada muslim yani fail yani o fiil kim doğru oldu? Müslüman. Tekstedin. Muslimun da Müslümanlar cemdedir. Ama ben her ikisine fiili təkdə qoydum. Deməli, qayda belədir ki, fiili cümlədə, yəni fiillə başlayan cümlədə fiil təkdə olur. Yəni, fərqi yoxdur. Fail təkdir, ikilikdir, cəmdir, fərqi yoxdur. Fiil təkdə olacaq. Və bu qayda belədir. Amma cinsdə uzlaşmalıdır. Muslim kişi cinsindədir, sadaka kişi cinsindədir. Muslimuna kişi cinsindədir, sadaka kişi cinsində olmalıdır. Ona görə baxırıq, əgər biz qadın cinsində götürsək, failimiz muslimətun, müsəlman qadın. Deməli, təkdədir, cəmdədir, ikilikdədir, fərqi yoxdur. Onun fiili birinci gəlirsə, fiili cümlə olursa, orada tək də olacaq. Sabərat, səbr etdi. Sabərat muslimətun, sabərat muslimətun. Amma cinsdə uzlaşmalıdır. Muslimətun qadın cinsidir, ona görə fiili də qadın cinsində eləməliyik. Muslimətun qadın müsəlmanlar, ona görə də fiil qadın cinsində sabərat olmalıdır. Amma əgər biz bunları yerini dəyişsək, birinci muslimətun desək, sonra fiili desək, o artıq birincisi fiili cümlə olmayacaq. O olacaq mübtəda xəbər. Və mübtəda xəbərdə isə, onda cinsdə uzlaşmalıdır və sayda uzlaşmalı olacaq. Məsələn, biz orada deyəcəyik ki, Əl-muslimu sadaqa. Müsəlman sadiq oldu. Əl-muslimunə sadaqu. Müsəlmanlar sadiq oldular. Yəni, saydadır, yəni kəmiyyətdə də uzlaşacaq. Amma yəni, daha ədəbi, daha gözəl fiili cümlə işlətməkdir. Yəni, fiilimiz varsa, ərəblər adətən fiili cümlə işlədir. Yəni, birinci fiili deyir. Yəni, əslində problem yoxdur. Sən əl-muslimu birinci qoyub, sonra onun fiilini qoya bilərsən. Heç bir problem yoxdur. Mənada heç bir problem yoxdur. Yəni, sənə heç kim deməyəcək ki, sən səhv deyirsən. Sadəcə, yəni, daha belə ədəbi olaraq daha çox işlənən forma fiili cümlədir. Və bu qədər. Bu dərs bu qədər asandır.